Salam, məhlula aid növbəti bir məsələyə baxaq. Deməli, laboratoriyada 0,5 litr 0,2 mol bölü litr qatılıqlı H2SO4 məhlulu hazırlamaq tapşırılır şagirdə. Bunun üçün o, sıxlığı 1,25 olan, qatlığı isə 98% sülfat turşu məhlulu neçə milli götürməlidir? Deməli, bizdən götürüləcək məhlulun sıxlığı var, həcm yoxdur və 98%-lidir. Məsələn, məhlulu biz belə eləyək də, M bərabər ρV 1,25, həmən o məhluldakı həcmi də bizdən soruşur. Bax, bu V-ni bizdən soruşacaq. 1,25 M bərabər ρV düsturundan 1,25 vursun V, M-i yerinə yazıram. Bu 100% məhlulumuz. Baxın, biz bu V-ni sonunda tapmış olacaq. 98% misal üçün X-dır, yəni sülfat turşunun özünün kütləsini tapıram. X-i tapıram ki, burada 1,225 V. Deməli, biz tapdıq ki, maddənin kütləsi 1,25 V-dir. İndi keçək yuxarıdakı, indi qatlığımız neçə olmalıdır? 0,2. 0,2 S bərabərdir. Nü böl V. Nünün yerinə də M bölünsün. Emir vur V düsturundan istifadə edəcəm. 0,2. M-i neçə tapdıq? 1,225 vur V. Emir nə qədərdir sülfat turşusu? 98. Həcmi neçə verib bizə? 0,5. Və buradan V-ni tapırıq ki, V də bərabərdir 8 edəcək.